Salam əziz dostlar, yoldaşlar, hər birinizi xoş gördük. Bugün mən sizin üçün OTK-nın növbəti sınağının izahını verəcəm. Əvvəlcə bir məlumat verim ki, sınaqda olan suallardan demək olar ki, böyük əksəriyyəti bizim 9-cu siniflər üçün olan sınaq qrupumuzda işlədiyimiz suallardır. Əgər indi bu videoya baxanların içində sınaq qrupuna qoşulanlardan kimsə varsa, onlar da öz fikirlərini şərtdə bildirərlər. Yəni mənim fikrimi təsdiqləyərlər yəqin ki. Sualların 25 sualın demək olar ki, 20 dənəsi həmən sınaq qrupunda onları işlətmişik müxtəlif sınaqların içində. Artıq sınaq qrupuna qeydiyyat dayanıb, amma bu sınaqları paket formasında əldə edə bilərsiniz. Sınaq burada düz yazmamışam, təəssüf ki, sözü. Paket formasında necədir? Qısa məlumat verim, sonra keçəcəm sınağın bir-bir suallarını izah edəcəm. 20 sınaqdır, sizə göndərilir. Hamısında video izahı ilə bir yerdə. Sınaqların da yəni PDF formasında da var, link formasında da var. Hər sınağın da sonunda cavabı və hər sınağında bir-bir hər sualının izahı da video formasında var. Özünüz də o sualları işləyəndən sonra görəsiniz ki, bu sualların hamısı əslində təkrar sualdır. Demək olar ki, burada yeni sual yoxdur. Bir-iki dənə biraz fərqli tip sual var, onları da sizə göstərəcəm. Keçək sualların izahına. Kim paketlə maraqlanırsa bu nömrə ilə əlaqə saxlayar. Deməli, birinci sualda deyir, M parametrinin hansı qiymətində bu funksiyanın qrafiki bu nöqtədən keçər. Bu cür suallarda qeyri-adi nəsə eləməyə ehtiyac yoxdur. Nöqtədən keçər, nöqtəyə aiddir və yaxud bu nöqtə o qrafikin üzərindədir. Bu cür suallarda verilən nöqtənin koordinatlarını yerinə yazmaq lazımdır. X-in yerinə -2, Y-in yerinə 2. Deməli, Y-in yerinə 2 yazıram, X-in yerinə -2. Mənfi X-in kvadratı, X -2-dir. -2-in kvadratı bizə 4 verəcək. Üstə gəl 3 vurulsun, X-in yerinə yenə -2, üstə gəl M. Bu deyir 2 bərabərdir -4 çıx 6 üstə gəl M. Buradan da 2 bərabərdir -10 üstə gəl M. -10 da sol tərəf keçsək 2 ilə toplanar. Yəni M bərabər 12 alınır. Cavabımız D variantı. Daha sonra 32-ci sual. Burada da qeyri-adi nəsə yoxdur. Ədədin standart şəkli, tərtibi, həqiqət ədədlər mövzusuna aid sualdır. Deyir, ədədi standart şəklində yaz, tərtibini tap. Necə yazmalıyıq standart şəkildə? Deməli, A vurulsun 10 üstü N şəklində yazırdıq. Yəni qiymətli hissə vurulsun tərtib. Qiymətli hissə olmalıdır 1-10 aralığında. Ona görə vergül qoyuruq 2 ilə 8-in arasına. Yəni 2,8 yazırıq. Vurulsun 10 üstündə. Vergüldən sonra baxırıq ki 4 dənə rəqəm oldu. Ona görə də 10 üstündə 4. Bizdən tərtibini soruşur. Standart şəkli yazın. Tərtib onun qüvvəti sayılır. Bax, bu tərtibdir. Tərtib. Bunun adı isə qiymətli hissə idi. Bizdən tərtibi soruşduğuna görə cavab 4. 33-cü sualda deyir, çevrənin radiusunu 4 dəfə artırdıqda uzunluğu necə dəyişir? Çevrənin uzunluğu düsturı C bərabər 2πr-dir. Yəni, çevrənin uzunluğu onun radiusundan düz mütənasibasıdır. Sən radiusu 4 dəfə artırsan, onun uzunluğu da elə 4 dəfə artar. Keçdik növbətiyə. Deməli, bu da çoxluqlar mövzusuna aiddir. Bizə verib ki, N A kəsişmə B 7-yə bərabərdir. N B fərq A bərabərdir 4-ə, M B-ni soruşur. Bunu Euler-Venn diaqramını çəkməklə də eləmək olar. Bu olsun A çoxluğu, bu B çoxluğu. N A B-nin kəsişməsini 7 verib, yəni bura yazırıq 7. B-nin A-dan fərqini 4 verib, bura yazırıq 4. Bizdən də M B-ni soruşur. Bütünlükdə M B-ni soruşursa görürsünüz o 7 ilə 4-ü toplamalıyıq, yəni cavabımız 11 olmalıdır. Daha sonra 35-ci sualda isə əkob və əbob hesablamaq lazımdır. Əkob 12,84. Burada da vuruqlara ayırmağa da heç ehtiyac yoxdur. 12,84-ün bölənidir. Əgər bir ədəd digərinin bölənidirsə, əkob elə onlardan böyük olurdu, yəni 84. Digərində isə yazıb əbob 83,84. Bunlar isə ardıcıl ədədlərdir, qarşılıqlı sadədirlər. Onların əbobu bizə 1 verir. 84 ilə 1-i toplasaq cavabımız 85 olar. 36-cı sualda təriflər sisteminə aid sualdır. Sadəcə tərəf-tərəfə toplamaq lazımdır. 2x ilə 3x-i toplasaq eləyər 5x. Müsbət y, mənfi y. Bunlar getdilər. 14 ilə 6, 20. Buradan da x bərabər 4 taparıq. C variantı. 37-ci sualda. Kvadratik tənlikdir, amma natamam kvadrat tənlikdir. Bizə deyir, tənliyin müsbət kökünü tap. Natamam kvadrat tənliyi da diskriminanta falan ehtiyac yoxdur. Buradan x-i mörtəzə xaricinə çıxartırsınız. Qalır 5x çıx 4 bərabər 0. Bu tənliyin 2 kökü var. Birincisi elə 0-dır çöldəki. Bir də içərini 0-a bərabər edirik. Bir də buradadır kök. Buradan da 5x bərabər 4. X bərabər 4 böl 5. 10-luq kəsrə çevirsək 10-da 8, yəni 0,8. Müsbət kökü elə 0,8 oldu.
38-ci sual tənasübdür. 3A bölünsün 4 bərabərdir 1 bölünsün 12B. Bizdən AB hasilini soruşur. Bunları çarpaz vurmalıyıq. 3A-nı 12B-yə vuruq, 1-də 4-ə. 3A-nı yazaq hələlik belə. 3A vur 12B bərabərdir 4. Buradan 36 AB bərabər 4. AB bərabərdir 4 böl 36 alırıq. Yəni 9-da 1. Cavabımız C variantı. Daha sonra 39-cu sual deyir ki, ədəd oxunda -6,3 ədədindən, gəlin ədəd oxu çəkək, bura olsun hesablama başlanğıcı. -6 bura olsun, burada olsun -7, sonra -8, -6,3 də təxminən buradadır. Deyir, bu ədəddən sağda yerləşən mənfi tam ədədlərin cəmi. Bundan sağda hansı mənfi tam ədədlər var? Baxın, burada da -5-dir, -4, -3, -2, -1. Yəni, bu qiymətdən sağda yerləşənlər kimlərdir? -6, -5, -4, -3, -2, -1. Bunların da cəmi -21 verər. 40-cı sual demək olar ki, bu sualın eynisini elə biz sınaq qrupunda işləmişdik. A üstəgəl B-ni bizə 4 verib. C çıx A-nı bərabər -2 verib. Sadəcə aşağıdakı ifadənin vuruqları ayırmalıyıq uşaqlar. Aşağıdan bax, ilk ikisindən A-nı çıxardıram. Qalır A çıx C. Üstəgəl növbəti ikisindən B-ni çıxardıram. Qalır yenə A çıx C. Üstəgəl ayrıca 1. Buradan da bu ikisindən də A çıx C-ni çıxardıram. Qalır A üstəgəl B, bir dənə də ayrıca üstəgəl 1. Artıq qiymətləri yerinə qoya bilərik. C çıx A-nın bizə -2 vermişdi, amma bizə A çıx C lazımdır. Yəni bunun əksi lazımdır. Onda o da olacaq -2-nin əksi, yəni müsbət 2. Vurulsun A üstəgəl B 4 idi. Üstəgəl 1. 2 vur 4 8 üstəgəl 1. Cavabımız 9. Yəni B variantı. 41-ci sual. İki nöqtə arasındakı məsafə düsturudur uşaqlar. AB nöqtəsinin məsafəsini istəyir. X2 çıx X1, yəni 8 çıx 3-ün kvadratı. Üstəgəl 10 çıxılsın, yəni Y2 çıxsın Y1. O da -2-dir. Onun kvadratı. Kök altında bunları toplayırdıq. Bu eləyir kök altında 5-in kvadratı, üstəgəl 12-nin kvadratı. Bu da eləyir kök altında 25, üstəgəl 144. Yəni kök altında 169, ondan da 13 çıxar, cavabımız B variantı. Keçdik digər tərəfə. Deyir, tam səthinin sahəsi 24 kvadrat santimetr olan kubun həcmi. Kubun bir 6 üzü var və tam səthinin sahəsi ona görə də 6A kvadrat düsturundan hesablanır. Əgər bu 24 olubsa, hər tərəfi 6-ya bölsəm A kvadratı 4 imiş. Onda A 2 imiş. Yəni kubun tili 2-dir. Bizdən həcmin soruşur. Həcm isə A kubu düsturundan hesablanır. Yəni 2-nin kubu. Cavab 8. B variantı. İndi bir şey deyim ki, siz bizi Instagramdan və yaxud Telegramdan, digər sosial şəbəkələrdən izləyirsinizsə, mən çalışacağım ki, sınaq qrupumuzda olan və burada da düşmüş sualların bir-bir şəkillərini paylaşım. Siz də özünüzdə görə biləsiniz onları. Yəqin ki, paylaşacağım bir neçəsini. Düzü hamısını bir-bir axtarıb tapmağa vaxtım olmayacaq yəqin. Amma bir neçəsini paylaşacağım, göstərəcəm ki, həqiqətən biz bu sualların hamısını o sınaq qrupunda, 9-cu siniflər üçün olan xüsusi sınaq qrupunda işləyirik. 5-də 1 hissəsi dolu olan çənin boş hissəsinin həcmi dolu olan hissəsindən neçə dəfə çoxdur? Bax, bu olsun bizim çənimiz 1, 2, 3. Deməli, neçə yerə böldüm? 1, 2, 3, 4, 5. Görürsünüz, 5 yerə böldüm. Deyir, 5-də 1 hissəsi doludur. Bax, bu hissəsi doludur. Doludur. Deyir, çənin boş hissəsi. Boş hissəsi neçə dənədir? Baxın, 4 dənə də boş hissəsi var. Yəni, çənin boş hissəsi, yəni 4. Boş hissəsinin həcmi. Dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Dolu hissəsi də 1 dənədir. Boş hissəsi 4-dür, dolu hissəsi 1-dir. 4 1-dən deyir, neçə dəfə çoxdur? Təbii ki, 4 dəfə çoxdur. 44-cü sualda. Bu köhnə suallardandır. Deyir, məxrəci irrasionaldan azad elə. İrrasionaldan azad etmək üçün sürəti və məxrəcin qoşmasına vurmaq lazımdır. Kökdə 2-ni kökdə 2-yə vuranda məxrəcdə 2, sürətdə 8 kökdə 2. 8-də 2-yə bölünür, cavab 4 kökdə 2. Y variantı. 45-ci sual. Çox sadə sualdır. Düzbucaqlı bucağın katetlərini verib 5-6 sahəsini soruşur. Sahə ilə katetlərin hasilinin yarısı idi düzbucaqlı bucaqda. Yəni katetləri bir-birinə vurub 2-yə bölürük, bu da 15 eləyər. 46-cı sual deyir, A-nın hansı qiymətində bu bərabərlik doğrudur? Bunu şifahi də fikirləşmək olar, amma gəlin biz ənənəvi qayda ilə yazaq. Bax, 2 A üstündən xət. Bu 2 onluq mərtəbəsində də A təklik. Ona görə yazırıq 2 vur 10 üstəgəl A. Üstəgəl, burada isə A onluq mərtəbəsindədir. Ona görə 10 vur A üstəgəl 7 təklikdədir 7. 2 vurulsun, sonra
Digərində A onluq mərtəbəsindədir. 10A üstəgəl o birisi də 0-dır. Bunu hesablasaq, buraya eləyir, bax 2 vur 10, 20. A'lar toplasam üstəgəl 11A. Üstəgəl bir dənə burada 7 var. Bərabərdir. Buranı da vurub atsam 10A ilə 0 toplayanda 10A qalır. 2'ye vursam 20A. Buradan da 11A sağa keçirdəcəm. 20A çıx 11A olsun. Digərlərinə sola. Solda da onsuz 27 var da 20-dən 7-nin cəmi. Yəni alıram ki 27 bərabər 9A və A bərabər 3. Bizdən A'nın hansı qiymətində soruşurdu? 3 qiymətinə deməli. Cavabımız 3. Sonra gəldik 47-ci suala. 47-ci sualdakı şəkli mən özüm biraz daha geniş formada çəkim. Olsun bura A, B, C. Buradan da bir düz bucaq çəkməliyik. Burada olsun D. Deməli deyir AD BC-yə perpendikulyardır, yəni bura 90 dərəcədir. BAC bucağı 45 dərəcədir, yəni bu bucaq ümumilikdə 45 dərəcədir. Çöldən bir 45 yazıram buna. CD böl AD 1 böl kökdə 3. Yəni CD-yə mən bir K yazsam, AD olacaq onun kökdə 3 misli, yəni kökdə 3K. Onda bu düzbucaqlı bucaq var axı 90 dərəcədir. Pifaqor teoreminə görə gəlin AC-ni tapaq. K kvadratı üstə gəl kökdə 3K-nın kvadratı. Bu da verir K kvadrat üstə gəl 3K kvadrat. Eləyir 4K kvadrat. Bundan da kök olsaq 2K. Yəni deməli AC də 2K-ymış. İndi baxıram məndən bucaq soruşur. Bax ABC bu bucağı soruşur. Amma əvvəlcə gəlin biz bu bucağa köklənək bir dənə. Görürəm ki bu düzbucaqlı bucağın iti bucağıdır. Və görürəm ki həmin iti bucağın qarşısındakı katet hipotenuzdan hipotenuzu görürsünüz necə tapdım? 2K tapdım. Hipotenuzdan 2 dəfə balacadır. Bir də deyim, iti bucaq qarşısındakı katet görürəm ki, hipotenuzdan 2 dəfə balacadır. Katet K-dır, hipotenuzu 2K tapdıq. Bu neçə dərəcəlik bucağın xassəsidir? 30 dərəcəlikdir. Deməli bu bucaq 30 dərəcədir. Bura cəmi 45 idi, onun yuxarısı cəmi 15 dərəcə. Bu 90 idi burası. Burası da 90 olacaq. Qonşuda ondan. 90, 15, 105 eləyir. Buradakı bucağı neçə qalır? 180-dən çıxıram həmən o 105-i, ikisinin cəmi. Qalır 75 dərəcə. Deməli ABC bucağı olmalıdır 75 dərəcə. Gəldik 48-ə, deyir bərabərliklər sisteminin natural həllərinin cəmi. Sistemi həll etmək üçün uşaqlar ayrı-ayrı həll edirdik, sonra cavabları kəsişdirirdik. Birincisini həll etmək üçün gəlin onu vuraq açaq. İllər 2x üstəgəl 2 böyükdür x üstəgəl 6. Burada da tənlik kimi x-ləri bir tərəfə yığmaq lazımdır. Keçirtdim birini sola, 6, 2-ni də buradan keçirtdim sağa. Aldım buradan x böyükdür 4. Bitdi bunun həlli. İndi ikincini həll edirik. 3x üstəgəl 2 kiçikdir. Onu da vurub atsam 2x plus 10. Yenə x-ləri bir tərəfə yığırıq. 3x buradadır, böyüyə dəymirəm, balacanı gətirirəm onun ayağına. 10 buradadır, 2-ni aparıram onun ayağına. Buradan qalır x kiçikdir, ondan 2 çıxanda 8. İndi cavabları kəsişdirməliyik uşaqlar. Bir dəfə 4 tapmışıq, bir dəfə də 8. Tapmışıq x olmalıdır 4-dən böyük. Yəni 4-dən böyüklər sağ tərəfdə yerləşir, müsbət sonsuzluğa kimi. Bir dəfə də tapmışıq x 8-dən balaca. 8-dən balacalar isə 8-dən gedir mənfi sonsuzluğa. Dedim axı bərabərlikdə ayrı-ayrı həll edirik və sonda cavabları kəsişdiririk. İndi ştrixlənmişsə görsənir ki, burada kəsişmə 4 ilə 8-in arasıdır. Amma heç biri daxil deyildi, ona görə adi mötərizə 4, 8 yazmalıyıq. Natural həllərin cəmini istəyir. Burada hansı natural həlləri var? 5, 6, 7 var. Bunlar cəmi edir 18. Keçdik növbəti suala. Bu suallar da çox məşhur suallardır. Bizim sınaqlarımızda var idi. Dəfələrlə istifadə eləmişik. Bucaq 2 ilə bucaq 1-in fərqini bizə verib. 100 dərəcə. Birləşdirdim o 1-i. Biz amma bilirik ki, şəkildən də görürük. Bucaq 2 ilə bucaq 1 daxili bir tərəfli bucaqlardır. Onların cəmi isə 180 dərəcə olmalıdır. Biz onu şəkildən görüb yazmalıyıq. Bunları təzədən tərəf-tərəfə toplayırıq. Bucaq 1-in biri mənfidir, bir müsbət. Bunlar gedir, qalır 2 dənə bucaq 2. Bərabər toplayanda 100-dən 180, 280. Oradan hər tərəfi 2-yə bölsəm, bucaq 2 bərabər 140 dərəcə tapıram. Məndən elə bucaq 2 dərəcə ölçsün, soruşdu cavab 140 dərəcə. Gəldik 50-ci suala. Deyir A üstə gəlsin 1 bölü A bərabər 7 olarsa, bu ifadənin qiymətini hesabla. Yaxşı, bizə verilən ifadə, daha doğrusu bizdən soruşan ifadə isə budur. Bunu uşaqlar biz bu düstura görə köməkçi müxtəsər maddəsindən istifadə eləsək, yaza bilərik, bax bunu A üstə gəl B-nin kvadratı çıxılsın 2AB kimi. Mən də bunu yaza bilərəm. A üstə gəl 1 bölü A-nın mörtəzə kvadratı çıxılsın 2 vurulsun A vurulsun 1 bölü A. Bizdə B-nin əvəzinə sadəcə 1 bölü A-dır. İndi buradan necə edirik? A plus 1 bölü A-nın qiymətini bizə 7 vermişdi.
Onda bunun əvəzinə bax, bunun əvəzinə 7 yazıram. Olur 7-nin kvadratı çıxılsın. A-nı da 1 bölü A-ya vuranda 1 qalır. Yəni bir dənə 2. Bu da eləyir 49 çıxılsın. 2, bu da 46. Yəni burada cavabımız olmalıdır 46, 50-ci sualda. Keçdik 51-ə. 51-ci sualda məşhur sualdır və demək olar ki, səhv eləmirəmsə elə bu sualın eynisini biz sınaq qrupunda işləmişdik. Bir daha deyirəm, əgər sınaq qrupunda olanlardan kimsə bu videoya baxırsa, mənim sözlərimi şərtdə təsdiqləyə bilər. Turist əvvəl yolun 30%-ni, sonra isə qalan yolun 60%-ni gedərsə, yol tam 100%-dir. Əgər birinci 30%-ni gedibsə, deməli artıq 70% qalıb. Sonra isə deyir, qalan yolun, yəni 70% qalıb axı, bunun 60%-ni gedir. Artıq da çıx 60 yazmırıq. Qalan yolun 60%-ni gedirsə, təzədən 70-dən çıxırıq 70-in 60%-ni. Çünki deyir, qalan yolun 60%-ni getdi. Yəni 70 çıx 42, 28 qaldı deməli sonda. Bizdən neçə faiz gedilməmiş soruşdu. Biz elə birbaşa onu tapdıq ki, 70% qalmışdı. Sonra onun da 60%-ni, yəni 70-in 60%-ni, 42-sini getdisə, sonda 28% gedilməmiş qaldı. Keçdik 52-yə. Elə bax, bu da bizim sınaq qrupumuzda var idi. Bu sualı mən paylaşacağım sizlə ki, həqiqətən siz də bunu görəsiniz. Deməli deyir, NA bərabər 6, MB bərabər 8, NA kəsişmə B də bərabər 2 olarsa, A və B çoxluqlarının birləşməsindən təsadüfən götürülmüş bir element. Birləşməsindən təsadüfən bir element götürülərsə, uşaqlar, gərək biz birləşmədəki elementlərin sayını tapaq əvvəlcə. Bu da düsturu belə idi. NA üstəgəl MB çıx kəsişmə. Yəni 6 üstəgəl 8 çıx 2. Bu da eləyir 12. Yəni bunlar birləşmədən təsadüfən bir element götürürlərsə, deməli birləşmədə 12 dənə element var. Yəni 12 dənə elementin içindən birini seçəcəklər. Yəni bizə ehtimal tapanda mümkün halların sayı 12 olacaq. Bəs birini seçəcəklər. O əlverişli hal nədir? Deyir, həmən elementin A fərq B çoxluğunun elementi olması hadisəsi. Gərək onda da biz A fərq B-ni tapaq, uşaqlar. A fərq B-ni necə tapılırlar? NA fərq B. Bunu tapmaq üçün NA çoxluğundan çıxılsan NA kəsişmə B-ni. Bunu diaqramdan görə bilərsən. Bu olsun A, bu olsun B. Sənə A fərq B yalnız bu hissə lazımdırsa, sənə bütün A çoxluğundan, yəni o kəsişməni çıxmalısan ki, yalnız ora qalsın. Bu da cavabı neçə eləyir? Bütün A çoxluğunun neçə element vardı? 6 dənə. Kəsişməni isə 2 dənə. Yəni 6 çıx 2, deməli NA fərq B-nin də 4 dənə elementi var. Yəni bu qısacası demək istəyir ki, birləşmənin içindən, yəni 12 dənə elementin içindən bir dənə element götürürəm. O A fərq B-nin elementi olsun. A fərq B-nin də 4 dənə elementi var, deməli əlverişli hallar sayısı 4. Ona görə ehtimalımız 12-də 4, ixtisar eləsək 3-də 1 olar. Gəldik 53-ə. 53-də romb sualıdır. Əvvəlcə bir dənə romb çəkək. Bu da olsun bizim, çoxu da oldu biraz. Ayda, yenə pis oldu. Belə, indi yaxşıdır bir nisbətən. Deyir, hündürlüyü tərəfindən kökdə 3 dəfə kiçik olan rombun. Hündürlüyünə mən onda bir x desəm, tərəfi olacaq x kökdə 3. Bax, çünki deyir, hündürlüyü tərəfindən kökdə 3 dəfə kiçik. Onda bu demək ki, tərəfi hündürlüyündən kökdə 3 dəfə böyük. Bunu belə də oxumaq olar. Tərəfi də hündürlüyündən kökdə 3 dəfə böyüksə, yəni hündürlüyünə x desəm, tərəfi a kökdə 3 olacaq. Sonra deyir ki, daxilə çəkmiş çevrənin radiusu 3 kökdə 3. Sən bilməlisən ki, rombun daxilə çəkmiş çevrənin radiusu rombun hündürlüyünün yarısına bərabərdir. Yəni o r hündürlüyün yarısına bərabərdir. Hündürlüyümüz də x-dir, yəni x-in yarısına bərabərdir. Hündürlüyə burada x demişim axı. Onu da bizə verib 3 kökdə 3. Bu əgər 3 kökdə 3-dürsə, onu buradan çarpaz vursam x bərabər 2 vur 3 kökdə 3. Yəni x 6 kökdə 3-dür. Yəni hündürlüyümüz 6 kökdə 3-dür. Amma bizə perimetri soruşduğuna görə bu rombun perimetri. Gəl əvvəlcə onun tərəfini tapaq. İndi hündürlüyü 6 kökdə 3 tapdımsa, tərəf də ondan kökdə 3 dəfə çox idi axı. 6 kökdə 3-ü təzədən kökdə 3-ə vururam. Bu da 18 eləyər yoldaşlar. Deməli həmən rombun tərəfi 18 imiş. Rombun da bütün tərəfləri eyni olduğuna görə perimetr 4 dənə 18, yəni 72 olar. Gəldik 54-ə, bu da oxşarlıq sualdır. Bunu da şəklini özüm qıraqda çəkim. Belə, bura olsun A, B, C, bura 90 dərəcədir. Buradan da bir dənə belə MN çəkək, MN.
Hə, deyir ABC düzbucaqlı üçbucaqdır. Lap yaxşı. AC BC-yə perpendikulyardır. NM AB-yə perpendikulyardır. BM 3-dür. Baxın BM-i 3 verib, MN-i 4 verib, NC-ni 7 verib. İndi mən tez nə edirəm? Burada görürəm düzbucaqlı üçbucaq var. Katetlər 3-4-dür. Onda bu BN hipotenuzunu tapa bilərəm də. Bura 3, bura 4-sə, onda BN-ə nə qədər qalır? 5 qalır. Pifagor teoreminə görə yəqin bunu əzbər bilirsiniz artıq. Deməli BM 5-dir. Yaxşı, sonra deyir AM parçasını tap. AM-ə də bir X deyirəm. AM-i indi tapaq. Necə tapırıq? Dediyim kimi bu sual oxşarlıq sualıdır. Oxşarlıqda belə suallar çox idi. Deməli, oxşarlığı hardan isbat edə bilərik? Necə göstərə bilərik? Bax, söhbət hansı üçbucaqlardan gedir? Söhbət gedir bir ASB üçbucağından. Deməli, bir də gedir ASB üçbucağından. Bir də gedir N üçbucaq işarəsi qoyaq. Bir də gedir üçbucaq NBM üçbucağından. Bu üçbucaqlar oxşardır. Deyə bilərsiniz, müəllim, hardan bildiniz? Çünki görürəm ki, hər iki üçbucağın hər ikisinin bir dənə bucağı düzbucaqdır. Yəni 90 dərəcə eynidir. Daha sonra bu B bucağı, bu alfa desəm, hər ikisinin bucağıdır. Həm balacanın, həm də böyüyün. Onda belə çıxır ki, hər ikisinin 2 dənə bucağı eynidir. Həm alfası, həm 90 dərəcəsi. Onda bu üçüncü bucaqlarda, bu betalar yazıram bunlara. Bunlar da eyni olmalı yoldaşlar. 2 dənə bucaq eynisə məcbur üçüncü də eyni olur. Onda belə çıxır ki, bir üçbucağın 3 dənə bucağı, digərinin 3 dənə bucağına eynidirsə bunlar oxşardır. Bəs oxşarlıqda necə yaza bilərik? Bəs X-i necə tapa bilərik? Baxın uşaqlar, X hər hansı üçbucağın tərəfi deyil burada. Amma 90 dərəcənin qarşısında böyük üçbucaqdır. Görürsünüz kim dayanıb? Bütün AB hipotenuzu, yəni X-lə 3-ün cəmi. X üstəgəl 3. Bölünsün. Bəs balaca üçbucaq da 90 dərəcənin qarşısında kim dayanıb? Bayaq tapdıq. 5 dayanıb. 5-ə. Bərabər olmalıdır. Bax, 90 dərəcələr götürdüm. İndi bu səfər də götürəcəm keyfim istəyəni. Məsəl üçün, alfanı götürsəm sərf eləməyəcək mənə. Çünki böyük üçbucaqda alfanın qarşısındakını AC-ni bilmirəm. Ona görə balaca üçbucaqda da betanın qarşısındakını götürəcəm. Böyükdə də. Amma bayaq birinci böyükdən başlamışdım deyə yenə birinci böyükdən başlayıram. İndi yenə böyük üçbucaqda betanın qabağında bütün BC tərəfi dayanıb. Yəni 5 ilə 7, 12 dayanıb. Bölünsün, bəs balacada betanın qabağı, beta buradaydı. Balacada betanın qabağında isə bu BM tərəfi, yəni 3 dayanıb. Buradan çarpaz vursam həll edə bilərəm. 12-nin 3-ə bölündə 4 qalır. Onda alıram x plus 3 bərabər 4 vur 5. Yəni x plus 3 20. Deməli x bərabər 17. Oxşarlıqdan çıxdı ki x yəni AM 17 olmalıdır. Bu qədər sadə. Keçdik 25-ci suala. 25-ci sual da olduğu qədər sadədir. Çox işlənmiş sualdır. Deyir 2 ədədin cəmi 6-ya. Tutaq ki olsun A və B. A və B bərabər 6-ya. Kvadratları cəmisi 22-yə bərabərdir. Yəni A kvadrat üstəgəl B kvadrat da bərabərdir 22. Bizdən onların hasilini soruşur. A vur B-ni. Yenə köməkçi müxtəsər düsturuna əsasən yaza bilərik ki, A kvadrat üstəgəl B kvadrat bərabərdir A plus B-nin kvadratı. Çıxılsın 2AB. Bizə də A kvadratla B kvadratın cəmi 22 verib. Yəni bu bərabər 22-yə. A plus B-ni də verib 6. Yəni gətirəcəm orada A plus B-ni yenə 6 yazacağım. 6-ın kvadratı çıx 2AB bərabər 22. 36 çıx 2AB bərabər 22. 2AB bərabər 36 çıx 22. 2AB bərabər 14. AB bərabərdir 7. Deməli bizdən bu ədədlərin hasili A vur B 7 imiş. Bu cür köməkçi müxtəsər düsturunu tətbiq eləməklə bunu tapa bildik. Belə yoldaşlar, çalışdım ki, bütün sualların ətraflı formada izahını verim. Əgər sizə xoş oldusa, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.